Salam əziz Sport 1 izləyiciləri, Dünya Çempionatı özəl verişi efirdədir. Mən İlkin Sultanlı hər birinizi salamlayıram. Bugün xüsusi qonağımız var, gənc jurnalist İsmail Xeyrullayev. İsmail, xoş gəlmişsən. Xoş gördük İlkin. Hamıya verdiyim bir sual var. Dünya Çempionatının bütün oyunlarını izləyə bilirsənmi və yaxud da ki, izləyirsənmi? Playoff mərhələsinin bütün oyunlarını izləyirəm. Qrup mərhələsində müəyyən oyunlar çıxmaqdan əksəriyyətini izləmişəm. Aha. Ümumiyyətlə 48 komanda Dünya Çempionatı məncə sənin 3-cü ya 4-cü Dünya Çempionatın var. Belə baxanda izlədiyim. 2014-cü ildən baxıram. 4-cü edir də bu. 5-ci Dünya Çempionatı. 5-ci. Maraqlıdırmı 48 komanda Dünya Çempionatı? Əgər öz ölkəmiz çıxış eləsəydi, məncə maraqlı olardı, amma bu formada maraqlı deyil. Çünki yəqin ki, heç kim Panama qan oyununa oturub baxmaq istəməz. Panama kanallardan başqa inandırıcı. Azərbaycanda kimsə oturub Bir də oynamasın. Turan Tovuz alır keçləri yəqin ki. Ola bilərdi. Hə, Amma baxma. Miller də oynamır. Oynamadı heç. Bir şans da qazanmadı. Bir iki dəqiqə oynadı amma oynamasa daha yaxşı idi. Norveç Braziliya oyunuyla günə start verildi. Maraqlı oyun idi. Çox maraqlı oyundu. Gözlənilməz bir nəticə alındı. Açığı Norveçi gizli favorit hesab edənlər və dünya çempionu olma ehtimalı görənlər də var. Məncə ədalətsiz nəticə oldu. Braziliya oyun baxımından Norveçdən daha yaxşı oyun sərgilədi. Sadəcə fərdi keyfiyyət baxımından o 3 futbolçu Norveçin qələbəsini gətirdi. Bu təbii ki Erling Haaland əsas başda oldu, amma diqqətdən kənar qalsa da Martin Odegaard çox əziyyət çəkdi. O orta xəttdə o qurucu oyunu idarə edirdi, bəli. Bir də nə qədər şərhçilər bildirsə də Nusa zəif oynayır, amma Nusa çox aktiv idi, çox fəal idi və itirdiyi topların sayı çox idi. Amma bütöv hücumları da o cinahdan qurmağa çalışırdı, iştirak edirdi. Məncə o 3 Braziliyada o fərdi oyunu üzərə götürən elə bir 3 futbolçu olmadı. Braziliyanın əsas problemi həm də məncə 9 nömrənin olmamağı komandada. 9 nömrə yox idi. Haaland kimi bir sənin hücumçun yoxdur ki, gol vursun. Vinicius bir şeylər eləməyə çalışır, asmalar eləyir. Neymar da sonradan asmalar elədi meydana girəndən sonra, amma tamamlayan oyunçu yoxdur. Kunya da o effekti vermirdi. Ümumiyyətlə mən həmişə deyirəm, bu Braziliyaya yaraşmır da, yəni Sunderland'in oyunçusu, nə bilim Wolverhampton'un oyunçusu. Vəziyyət o qədər pis həddə çatıb ki Braziliya futboluna. Əvvəllər hansısa bir futbolçu elə Endrick filan da bir 10 il bundan qabaq Bilbao'ca parlayanda 16 yaşında, 15 yaşında dərhal Barcelona və yaxud da ki Real Madrid bir-biri ilə rəqabət aparırdı ki, o futbolçunu transfer etsinlər. Son 4-5 ildə, 6-7 ildə elə bir futbolçu da yoxdur ki, var ya gəlir İngiltərədə və yaxud da ki Fransada bir klublar alırlar, Lyon, Braziliya Osasuna, bu tipdə. Barmaqla sayılacaq qədər nəhəng klubda oynayan futbolçu var bu dəqiqə. Əksəriyyəti ikinci eşalon komandalarında oynayır, İngiltərənin aşağı komandalarında oynayır. Əslində bəlkə də sağ cinah vingeri Rafinha zədələnməsəydi, Rodrigo da zədələnməyib mundiala gələ bilsəydi, bəlkə də bu Braziliya tam başqa bir oyun sərgiləyərdi. Cinahlarda boşluqlar hiss olunurdu. Mən Ancelotti'nin yerinə olsaydım, təbii ki, Ancelotti'yə bir məsləhət verəcək potensialda deyilik, amma Kunyadansa Vinicius'u 9 nömrə kimi oynadırdım. Hücumçusu Real Madrid'də oynadırdım onu. Əslində yoxlamaq olar, amma məncə orada Vinicius'un yerində kimi oynayacağını düşünürəm. Neymar. Pis də olsa, yaxşı da olsa, Ronaldo necə oynayır Portugaliyada, pis də olsa, yaxşı da olsa motivasiya verir, hücumlarda, asmalarda nəsə eləməyə çalışır, qol vurmağa çalışır. Bu Neymar'ın sağ ayağı zəifdir də bildiyim qədərlə. Sağ ayağı Norveçin bütün futbol karyerasından daha güclüdür, daha yaxşı idi. Oynaya bilərdi və rəng də qatdı. Bəlkə Neymar oynasaydı açışardı. Dünya çempionatı elə bir turnirdir ki, yəni düzdür qapıçılarda bu daha çox hiss olunur. Bir turnirlik, bir mundiallıq futbolçular fərdi bacarıqlarını göstərirlər. Neymar'a çox şans vermək olardı. Çox da istəyirdi. Çox da istəyirdi. Sonuncu mundial idi və yenə ağladı və dedi ki, mən bir də milli komanda burada başlamışam, o stadionda başlayıb səhv eləmirəmsə. Maraqlıdır. Hansı oyunla başlayıb? Yəqin ki, seçmə mərhələnin birində başlayıb da, yəqin ki, o da yox. Biri cənubda oynayır, biri şimalda oynayır. Yəqin ki, CONCACAF-da olub, böyük ehtimal. Milli karyeram burada başlamışdı, burada da bitsin demişdi. Ola bilər yoxlama da olub. Oyun haqqında heç danışmadıq. Hər şey müzakirə edik, oyunu müzakirə eləmədik. Oyunun məncə iki qırılma nöqtəsi oldu. Birincisi Bruno Guimaraes-in penaltini
dəqiq yerinə yetirə bilməməsi. İkincisi də Endrikin qapıçı ilə üzbəüz qalıb, təkbətək qalıb qol vura bilməmək. Ondan sonra hər şey dəyişdi. Soldan çıxdı çölə. Viniciusun ötürməsindən sonra təkbətək qaldı, vura bilmədi. Onunla da hər şey dəyişdi. Haaland bir qol, ardınca bir dənə də qol. İkinci qol ümumiyyətlə qapıçının adına fiyaskodur. Onu necə buraxdı o qapıçı elə? Oyunçuların arasında keçmiş görmə bucağı. İndi qapıçı üzrə mütəxəssisimiz var burada. Görmə bucağını kəsə bilərdi. Yəni mən ayaqların arasından keçdi və qapıçına çaşdırdı məncə. Qola da sevinmədi Haaland. Zondu da. Yox, sadəcə gözləmirdi bəlkə də qol olsun. O sonradan sevindi. Sonradan yaxşı sevindi. Haalandın 7 qol vuracağını gözləyirdim Mundialda. Çünki Haaland olaraq baxsaq gözləmək olar, amma Norveç millisinin hücumçusu olduğu üçün bəlkə də gözlənilməz idi ki, Norveç millisi 4-də 1 finala çıxacaq. Nə qədər gizli favorit də olsalar, idman dünyasının əksəriyyəti yəqin ki, Braziliya məhəllə keçəcəyini düşünürdü. Böyük ehtimal elə olardı. Bir də Norveçin sol bekən baş məşqçi maraqlı bir taktika. Norveç həmişə 4-5-1 oynayıb. Seçmə mərhələdə bir göz qrupunda keçdi, rahat keçdi. Amma dünya çempionatında 4-4-2, 4-2-2 və yaxud da 4-1-1-2 belə bu sistemdə, amma 2 hücumçu ilə oynadı. Biz dünya çempionatı başlamamışdan öncə verilişlərə başlamışıq Zaur Xudiyevlə. Orada müzakirəmiz olurdu ki, hansı taktika ilə oynayır? Bəli, mən sadəcə Norveçin oyunda oynadığını görməmişdim. Sadəcə düşünürdüm ki, Sörlotu La Liqadakı performansına görə ehtiyatda saxlamaz. Heç olmasa Haalandı da çıxartmaz. Bu yaşda Ronaldo deyil, Neymar deyil və yaxud da ki, digər yaşlı Messi deyil ki, sol bekən Haalandı çıxartsın və Haaland 90 yox, 180 oynama potensialındadır və çox ağıllı bir iş gördü ki, 4-4-2-yə çevirdi. Yəni 2 hücumçuya çevirdi. Düzdür, bəzən Sörlot asmalar edir Haalanda, Haalandın qol vurmasına daha çox çalışır. Sanki bir belə deyək də second striker, ikinci hücumçu kimi amma oynayır. uğurlu alınır. Amma alınır, çox da qəşəng alınır. Məncə Fransiyaya da qəsdən ucuzlar onsuz da. Yəni ki, nə Sörlot oynadı, nə Odegaard oynadı, nə Haaland oynadı. Əslində belə düşündülər ki, sağ qrafikə düşsələr, sağ cinaha düşsələr, hər nə qədər bu da ağıllı bir gedişdir. Təzədən Fransanın özü ilə oynamaq ehtimalı var idi. Portuqaliya ilə oynamaq ehtimalı var idi. İspaniya, Mərakeşlə oynamaq ehtimalı var idi. Sadəcə sağ cinahda adlar var, bəli, İngiltərə var, Argentina var. Sadəcə onlarda heyət yaş ortalaması yüksək. Bəli, Fransa deyirlər, İspaniya deyirlər. Onlardan istifadə elədilər və çox da yaxşı. Uğurlu da alınıb ki, indi bu dəqiqə 4-də 1 finaldadılar, onlardan danışırıq. 4-də 1 finala qədər gəlib çıxıblar. Bura qədərdirmi, yoxsa bundan o tərəfə gedə bilər? Norveç bundan o tərəfə gedə bilərmi? İngiltərədə oynayacaq. Çətin görünür İngiltərə, çünki İngiltərə Braziliya kimi deyil. İngiltərədə Braziliyadan fərqli hal-hazırda ulduzlar var. Hətta heyət elə heyət ki, neçə ulduzlar kənarda qalıb bu heyət qurulub. Mən İngiltərənin mərhələni keçəcəyini düşünürəm, amma Norveç asan-asan təslim olmaz yəqin ki. Belə Ancelotti Çokkunyan var. Ancelotti əlindəki materialdan Neymarı gətirdiyinə görə bir də şey qaldı, Joao Pedro qaldı kənarda. Əslində belə baxanda ki, bəzi futbolçulardan yəni bu dünya çempionatına 8 müdafiəçi yox, 6 müdafiəçi, 7 müdafiəçi ilə gəlmək olardı. Düzdür, zədələnmə olur, ona ehtiyat edirlər, amma Joao Pedro'nun kənarda qalmağı bir qədər ədalətsiz idi. Amma bu oyunda Joao Pedro oyunu dəyişə bilərdi. Yəni, Chelsea yaxşı oynamadı mövsüm ərzində. Amma Pedro yaxşı oynadı. Onun kənarda qalmağı bir qədər ədalətsiz idi. Amma o da yəqin ki, Neymara görə qaldı kənarda. Məksini də çağırmaq olardı da, yəni ki, nəsə bir gediş eləmək olardı. Düzdür, FIFA tələb edir 3 qapıçı olmalıdır. Amma digər mövqelərdən bir balaca kəsmək olardı. Sənə sol cinah müdafiəçi 3 nəfər lazım deyil, məsəl üçün. Məcbur deyilsən də, yəni 2 nəfərlə. Ən pis ehtimalı 3 müdafiəçi. Sən Braziliyasan da. Ən pis o, Joao Pedro orada yəni zədələndi və deyirəm bir yarım saat orada oynadı. Yəni oynamaq ehtimalı var. Çünki wingerlər elə bəzən müdafiəyə də kömək edir. Hansı ki, indi İngiltərə oyunundan danışacaq. Dünən mən İngiltərədə Kane'i daha çox müdafiəçi gördüm. Playmaker gördüm, nəinki hücumçu. Hücumçu funksiyasını ancaq elə penaltini vuranda yerinə yetirdi. Dünən hər nöqtədə oynadı. Meksika ilə oyunda. Elə keçək oyuna Meksika
sanki tanrı da belə istəyirdi ki, Meksika keçsin. Bəli, necə Pickford imkan vermədi. Hə, Pickford çox imkan vermədi. Fırtınaya görə 1 saat vaxt dəyişildi. Sonra ondan qabaq da vaxt dəyişilib. Əslində bu oyun saat Azərbaycan vaxtı ilə saat 3-də başlanmalı idi. Sonra 4-də saldılar. Sonra 4-də saldılar. Nə bilim İngiltərə millisi dərman vasitələrindən istifadə edib oyuna çıxmaq istəyirdi. Ona icazə vermədilər. Gecə oteldə yata da bilməmişdilər. Yata bilməmişdilər. Çox belə çətin idi də İngiltərə üçün. Və onların bir amalı var idi. 1986-cı ildə Argentinaya bu stadionda uduzmuşdular Dünya Kubokunun finalında. Tanrının əli qolu məsələsindən sonra bu stadionda qələbələri yox idi İngiltərənin və əllərindən gələni istəyirdilər ki, qalib gələ bilsinlər və alındı da. Açıq Meksika üstün oynadı oyunda. Yəni Meksikanın daha çox epizod. Raul Jimenez'in qaçırdığı epizodları mən turnirlərdə qaçırsam, məncə komandadan məni çıxardarsınız. Ki o qədər qaçırmaq olmaz. Meksika çox azarkeş dəstəyi çox dəhşətli idi. 80% Meksikalılar idi. Düzdür, öz meydanlarına keçirilirdi, öz Meksikoda keçirilirdi. Amma yəni bu qədər də yox da. Dünya çempionatıdır. 60-ın 40-a bölünmə. Ev sayı olsa da 60-ın 40-a bölünməlidir. İngilislər niyə maraq göstərməmişlər bu oyuna? Çox maraqlıdır. Oyun haqqında nə deyərsən? Nələr gördün görüşdə? Ümumiyyətlə Meksikanın bura qədər gəlməyinin özü böyük uğurdur məncə. Və qol buraxmadan. Qol buraxmadan gəlib, baxırıq 3 qol buraxıb dünən, amma 2 qol da vurub. Epizodların əslində oturub icmalına da baxsaq, Meksikanın epizodlarını daha çox gəlir. Jimenez'in azı bir 4 ya 5 epizodu var ki, %100'lük qol imkanlarıdır. Pickford çıxardır, dirəyə dəyir, qapının yanından çıxır. O başdan zərbə epizodunda Pickford yəni neylədir? Çox maraqlıdır. Ki o elə reaksiya verməyə sıfırdan çıxartdı topu, yəni. Artıq gol kimi görünürdü o epizod. Və epizod da çox çətin idi. O yəni adi bir ötürmə idi, sağ cinahdan ötürmə idi. Biraz da yerdən gəlirdi. Çox da yuxarıdan gəlmirdi ki, bu tullansın, vursun. Məsəl üçün Haalandın dünənki qolu boy fərqindən istifadə elədi, cüssəsindən istifadə elədi, müdafiəçini bədəndən istifadə edərək yerə sərib qol vurdu. Amma o Jimenez'in başda zərbəsi yerdən yəni başın aşağı əyib topu vurdu. Sanki bir ayaqla zərbə idi, amma bu başla vurmuşdu. O nöqtədən də Pickford'un çıxartmağı həqiqətən yəni bu mundialda qapıçıların indi hamı Vozinho'dan filan danışır. Yəni yaxşı seyflər edib, həqiqətən çox seyflər oldu, amma çətin epizodda çıxardan 2 qapıçı gördüm. İkisində də İngiltərə oyundaydı. Birində Livakovic idi. Birində də elə İngiltərənin özünün qapıçısı Pickford idi. Yəni Livakovic də dəhşətli şəkildə oldu. 6 ardıcıl epizodda topu tutdu, topu çıxartdı, hücumun qarşısını aldı. Amma Pickford bu oyunda cərimə zərbəsində də bir dənə epizod oldu. Epizod oldu, çıxartdı. 9-luqdan çıxartdı. İngiltərə dünya çempionu olmaq potensialındadır bu heyətlə. Mən Tuchelə indi ad veriblər. Alman ekolundan olan baş məşqçi, notebook məşqçiləri. Notebook məşqçilərindən qalan sadəcə dünya çempionatında Tucheldir. Əvvəlki oyunlarda və sakit görsənirdi, amma Bellinghamın ikinci qolundan sonra dəhşətli sevildi. Ümumiyyətlə çox belə emosionaldır. Bəlkə də bu baş verən proseslər ona psixoloji olaraq təsir edib. Tuchel özü də emosional məşqçidir. Hə, almanlar normalda onsa emosional insanlardılar. Hakimə etiraz edirdi. Birinci dəqiqədə sarını verdi. Deklarasiya. Tuchel az qalsın yan xətt hakimi öldürəcəkdi ki, 4-cü hakimi sən nə varsan? Və əli ilə işləmə göstərir ki, birinci epizoddur. Başa salır. Amma normalda o İngiltərə Premyer Liqasında da bəlkə alışıb deyə bilərik ki, İngiltərə Premyer Liqasında belə hadisələrə sarı vermirlər. Amma İngiltərə Premyer Liqasında da elə girişə ayaq atmağa sarı verərdilər. Nə gözləyirsən? Mən İngiltərədən çempionluq gözləmirəm. Belə böyük səslənsə də gözləmirəm çempionluq. Məncə ənənə pozulmayacaq. Çempion olan milli komandanın baş məşqçisi elə həmin ölkənin vətəndaşı olacaq. Yəni Almaniyalı məşqçi gəlib İngiltərəni çempion eləməyəcək. Ya Fransa, ya İspaniya çempion olacaq. Bəlkə Argentina biraz. Amma İngiltərənin çempionluğunu gözləmirəm. İngiltərə yarımfinalda Argentina ilə düşə bilər də potensial olaraq. O dueldən sağ çıxa biləcəyini gözləmirəm İngiltərənin. Ümumiyyətlə bu mundial başlayanda hamı Fransanı deyirdi. Amma Paragvayla oynadığı futbol deyildi. Açığı, yəni sadəcə regbi idi. Regbiyə bənzəyirdi də. Yəni ki, regbidə də elə kör-kobudluq olur, elə hadisələr olur.
Bəlkə də fransızlar bu belə bir rəqiblə Oynamağı çox vaxt o gözləmirlər. həm biz PlayStation oynayanda da elə olur, futbol oynayanda da olur. Zəiflə güclünün oyunu bəzən alınmır. Bu oyunu da alınmadı və sadəcə penalti hesabına qol vurub keçdilər. İndi biz Fransanın oyununu Mərakeşlə görüşdə görəcəyik. Mərakeşlə oyunda da Paragvayda kimi oynasa, mən düşünürəm ki, bu dünya çempionatında əsas favoriti və yaxud da ki, əsas qalib olmaq ehtimalı olan komandası iki komanda olacaq. Elə bu bugünkü dueldən kim qalib gələcəksə o olacaq. Çünki Portuqaliyada ümumiyyətlə oyun yoxdur. Yəni baxılır Amma ki, adlar var. oyun yoxdur, amma istək çoxdur. Dəhşətli şəkildə dünyada belə deyək də 70% baxıram da azarkeşlər Ronaldo'nun dünya çempionu olmasını istəyirlər. Bəlkə Argentinaların içində də adamlar var ki, Ronaldo dünya Messi çempionu çempion oldu. Hə, Ronaldo çempion oldu. Finalda biz bu ikisi qarşılaşsın. Sən Allah kimi durutsun, amma bu ikisi qarşılaşsın düşüncəsi ilə yanaşanlar da var. Həmin final yaşansa ümumiyyətlə yəqin ki, dünya futbol tarixinin ən çox izlənilən. Bəli, ən çox izlənilən oyun olacaq. Yəni saat 5-də də 6-da da olsa. Neçədə olur olsun, hamı yəqin ki baxacaq. Yəni bu Portuqaliya Argentina görüşü Həbiblə McGregor görüşünə oxşayır da. Yəni hamı deyir ki, bir dəfə olub, iki dəfə olub, təzədən olsun. Amma indi Həbib qəbul eləmir. Amma burada bir şərait var. Özü də türklər də çox yaxşı müzakirə edirlər və ağıllı şəkildə izah edirlər ki, yəni FIFA da anlayır ki, bu adamları bir daha bir yerə gətirmək mümkün olmayacaq. Çünki bu nəslin belə deyək də artıq biz 80-lər, 90-lar, 2000-lər, 2010-lar artıq var da futbola baxırlar. Bu 5 nəslin insanları bunların duelinə alışıblar. Və yenə görmək istəyirlər. Tələb varsa artıq proses də olmalıdır. Çünki hamı istəyir. Yəni, hətta 70-lər də belə deyək də 6 nəslin insanları bu duelin olmasını istəyirlər ki, hansısa bir mundialda qarşı-qarşıya gəlsin, hansısa bir turnirdə qarşı-qarşıya gəlsinlər. Bu səbəbdən də bəlkə FIFA da çalışır ki, hansısa bir jurnalist idi, türk jurnalist idi, izah edirdi ki, yəni o bəlkə də heç o çipdən mesaj gəlməyib. Xorvatiya oyununda. Yəni ki, sadəcə çipdən gəlmiş kimi göstərə bilərlər. Yəni hər şey ola bilər. Bəlkə də o əslində toplara çip qoyublar axı toxunuş falan olanda. Bəlkə də heç gəlməyib. Sadəcə Ronaldo keçsin deyə belə bir şey elədilər. Burada belə bir şey də oldu ki, Portuqaliya qrup birincisi olsaydı, Argentina da olsaydı finalda qarşılaşa bilmirdilər. Portuqaliya ikinci oldu və indi fərqli yerlərdədirlər. Finalda bir-birlərinə qarşı oynayacaqlar. O Portuqaliyanın o şeyi də olsa, taktikasıdır. Hər dəfə çalışır ki, nəsə bir fərqlilik olsun. Ümumiyyətlə Portuqaliyanın üçün Braziliya və İngiltərə bu tipdə komandalarla oynamağa qaçır həmişə ki, öz stilinə uyğundurlar. Avropa çempionu olanda da elə bir 3-0 ilə özləri çıxdılar. Düzdür, həmin oyunda Macaristanı udmalıydılar, hakim biraz qərəzli davranmışdı. Belə, keçək bu oyuna. Portuqaliya və İspaniya ilə qarşılaşacaq. Yəni turnirin oyunu olacaq. Turnirin oyunu ola bilər. Bir dənə belə bir şey ola bilər. Çox gözləntisi böyük olan oyunlar var ki, maraqsız keçir. Gəlir maraqsız keçir, penaltilərdə final. Ümid edirəm ki, bu gün elə oyun olmaz. Amma ad olaraq çox böyük oyundur. Yəqin ki, bu duelin qalibi ilə Fransanın oyunu da böyük oyun olacaq, amma bu oyun doğrudan böyük oyun. Mən bu oyun haqqında nəsə deməyə çəkinirəm. İspaniyanın bəlli bir taktikası var. De La Fuente belə deyək də böyütdüyü uşaqları milli komandaya çağırıb, əlində böyümüş futbolçulardır. Ümid edirəm ki, Azərbaycan futbolda nə vaxtsa bu sistemə keçər. Yəni aşağı yaş qrupundan kimsə gətirər, böyüdə baş məşqçi, əsas millinin baş məşqçisi olar və yaxud da ki, indiki milli komandanın baş məşqçisinə təhvil verər. Belə bir sistem olar. Bir baş məşqçi 3 millidə işləməz. Və görsənir ki, həqiqətən maraqlı bir sistemdir. Bütün futbolçular bir-birini tanıyır. Gözü qapalı başa düşürlər. Sadəcə bir hücumçuları yoxdur. Mən düşünürəm ki, bu mundialda hücumçu yoxdur deyirik, amma Oyarzabal 10 oyuna 13-14 qol vurub artıq. Hücumçu deyil də o. Amma vurur. Bəlkə də indi məsəl üçün Burak Yılmaz elə idi, sol cinah vinceri idi, sonra sağ cinah oynadı, sonra oldu sırf mərkəz hücumçusu. Bəlkə Oyarzabal da. Ona görə biz alışa bilmirik, ola bilər. Hə, Burak Yılmaza gördük mərkəz hücumçusu, amma Oyarzabalı biz axı öz komandasında da mərkəz hücumçusu kimi görmürük. Bəzi hallarda oynayır, amma
O deyil də. İspaniyadan onsuz da David Villadan sonra biz mərkəz Morata da var təbii ki. Morata yenə də David Villa deyildi. David Villa deyil. Və David Villa da sol cinah finger idi. Sonradan o da hücumçu kimi oynamağa başladı. Çünki Valencia'da gənclik illərində o sol cinah fingeri oynayırdı. Ümumiyyətlə İspan futbolunda bu şeydir. Guiza'dan başqa, Morata'dan başqa heç kim olmayıb. Yəni mərkəz hücumçusu Morientes var, Raul var, Fernando Torres. Bəli. Amma onun da zaman Torres də bir Atletico'da sol cinah finger kimi başlayıb. Mən winger kimi oynayıb, sonradan mərkəz hücumçusu kimi olub. Morientes, Raul da winger kimi başlayıb. Sağda oynayıb. Sonradan 9 futbolundan hücumçu çıxmağa alışmış. 9 nömrə sonradan seçiblər nömrə olaraq. Çıxıb 9 nömrə kimi Morientesi bilirəm. Moratan bilirəm. Və sonra başqa Guiza. Başqa 9 nömrə kimi başlayan, yəni sırf başlasın uşaqlıqdan belə deyək də. Mənim yadıma gəlib Brahim Diaz burada Avropa çempionatı keçirildi 15 yaş 17 yaşlıların. Onda playmaker oynayırdı. Amma indi Brahim Diaz sağ cinah winger kimi oynayır və buradan da Bakıdan da dərhal bir gün keçməklə dərhal uçdu Amerikaya, New York'a. New York'da da Guardiola onu çağırmışdı təlim məşq toplanışına. Burada çox sevindim. Bir də Moses Kean var idi. O da getmişdi Juventus'dan. Amerikada Çempionlar Liqasının bir geydirmə formatı var. O turnir keçir. Avropa Çempionlar Liqası. Beynəlxalq Çempionlar Liqası, Çempionlar Liqası. Yoxlama oyunu kimi keçirirlər klublar arasında. Elə onu yoxladılar. Elə normal klublar arası dünya çempionatı keçməyə başladılar. Yəni nə demək istəyirəm? İspaniyada bu yer dəyişmə prosesləri, rotasiyalar çox olur. Amma sırf 9 nömrə kimi həqiqətən xatırlamıram. Yəni kimisə ki o üç futbolçudan başqa Morientes, Guiza, Alvaro Morata. Çünki Şevçenko'nun vaxtında yəni Chelsea'yə gəldi. Şevçenko mərkəz hücumçu kimi oynadı. Torres Chelsea'də solda oynadı. Sonra gördülər ki, Şevçenko da alınmır, ümumiyyətlə uyğunlaşa bilmir. Mərkəz hücumçusu kimi Torres oynatmağa başladı. Çünki Liverpooldan Torres. Atletico Madriddə də başlamışdı sağda. Sağda idi, solda mıydı? Ya xatırlamıram dəqiq amma belə. Oyun haqqında nə danışa bilərik? Yəni heyətləri müzakirə edə bilərik. Məncə çox rotasiya edən şeydir Roberto Martinezdir. Stabil 4 oyun dalbadan eyni oyunculardan çıxmayıb. Fərqli futbolçulardan istifadə edib. Amma İspaniyada bu stabillik varsa bilmirəmsə, 2 oyun Pedro Porro'nun mövqeyində biraz zədələnmələr oldu deyək ki, futbolçu zədələnib İspaniyanın. Ona görə məcburiyyətdən dəyişikliklər olub. Amma belə müdafiənin, yarım müdafiənin özəyi qorunub saxlanılır həmişə. Pedri, Rodri oynayırlar və bu dueldə məncə yarım müdafiələrin dueli olacaq. Vitinha, Neves, qarşılarında Rodri, Pedri. Onu görmək istəyirəm. O üçlü var ya şeydəki. PSG-nin üçlü, hətta dördlüsü. Nuno Mendes. Dördlüsü nəsə eləməlidirlər. Bunlar 2 mövsümlük aracı Çempionlar Liqasının qalibi olurlar. Bir yerdədirlər. Düz deyə orada da Luis Enrique amili var. Burada Roberto Martinez də özünü sübut eləməyə çalışır Portuqaliyada. Çünki hamı deyir ki, Martinez Belçikanı məhv elədi. Amma problemin özündə yox, bəlkə də komanda olduğunu sübut eləməkdən ötürü bu oyunda və ümumiyyətlə bu mundialda qalib olmalıdır. Mən ümid edirəm ki, bir Nani kimi bir futbolçu çıxması ki, bir axırıncı və onlar səhv eləmirəmsə elə həmin oyunda qarşılaşıblar. Ondan sonra Portuqaliya-İspaniya qarşılaşması olubmu? Oldu penaltilərdə Portuqaliya üçün. Dünya çempionatından sonra Onların epizodundan sonra məncə qarşılaşmıyıb. İşte qarşılaşdılar, yadımdan çıxıb. O elə bir epizod olmasın. Ronaldo qol vurdu, Nani başını soxdu, offside oldu. Həmin epizod kimi bir şey olmasın. Bir də Xorvatiya oyunda Ronaldo'nu çox qınadılar. Amma Xorvatiya oyunda o açılma, baş üstə atma, offside-ə düşdü, düzdür, offside oldu. Orada da biraz problem var idi. Tez mi çıxdı, gec mi çıxdı? Amma Ronaldo meydandan çıxandan sonra komanda qələbə topunu vurdu. O gözlənilən idi, yəni gördü ki, alınmır. Məncə əslində yox, elə olmadı. Ronaldo sonradan çıxdı. 2-1-dən sonra çıxdı. 86-cı dəqiqədə. Yox, Ramos girdi, vurdu da qələbə. Amma Ramos'dan bir yerdə oynayırdı Ronaldo. 2 hücumçuya keçmişdilər. Məncə əvvəldən Ramos oynadı, Ronaldo'nun sonradan meydana salmaq daha uğurlu olar. Amma Ronaldo'dur da bu.
Amma Ramos da mövsümü yaxşı keçirməyib. O məsələ də var. Ronaldo heç olmasa stabil olaraq öz komandasında Ronaldo olamır. əvvəl kimi açıla bilmir sanki müdafiənin arxasına. Yaşla bağlı. Bu oyunda fizik formaya çünki bağlı. bir Xorvatiya tam qapanan komanda olmadı. Xorvatiya ilə oyunda birinci hissədə o efor deyirlər də, onu xərclədi Ronaldo. İkinci hissədə zəif oynamağa başladı. Gücü çatmadı. İkinci hissə deməyək 60-cı dəqiqədən sonra oynamaya bildi. İndi bu İspaniyada qapanan komanda deyil, açığı. Açıq futbol Ha, açıq futbolcu da onda görəcəyik ki, bəlkə 60 dəqiqə, 70 dəqiqə tutaq ki, Portuqaliya 2-1 hesabı ilə qalib olsa və yaxud da ki, tərsinəsi olsa, İspaniya 2-1 hesabı ilə öndə olanda yenə Gonçalo Ramos'u Həm də biz bu dünya çempionatında Portuqaliyanın topla oynamağını öyrəşmişik. Vitinha, João Neves, Ronaldo'nun özü paslaşsınlar, ötürmələr eləsinlər. Amma İspaniya top verən komanda deyil. top verən komanda deyil və bu gün artıq mən o Bruno Fernandes'in uzaqdan zərbəni görmək istəyirəm. Vitinha'nın da olsun uzaqdan zərbələri. Yəni ki, yoxlayacaqlar. Vurmurlar. Yəni bilmirəm nəyə görədir. Roberto Barzuma. Bəlkə topu irəli gətirib sırf Ronaldo'ya vermək istəyirlər. O da ola bilər. Orada bir problem var. O nöqtəyə ilişmişəm. O nöqtəyə ilişmişəm. Portuqaliyalılar da bu futbolçular, məsəl üçün deyirəm də, deyirlər ki, komanda Ronaldo'nu istəmir. İstəməyən futbolçu niyə Ronaldo'ya təvadə ötürmə eləsin? Sol cinahdan gəlirlər, ötürürlər Ronaldo'ya. Sağ cinahdan gəlirlər, ötürürlər Ronaldo'ya. Mərkəzdən gəlirlər, ötürürlər Ronaldo'ya. Sonra birinci oyunda bəli 3 dənə futbolçu, 3 futbolçu şeyə ötürmə verməmişdi. Bruno Fernandes, Neves, bir də Vitinha. Ronaldo'ya ötürmə verməmişdi. Nə böyle mübahisə yarandı sonra. Elə bir statistika var idi, amma sonrakı oyunlarda Bruno Fernandes o asist var idi. Ondan sonra o cərmə zərbəsindən ötürmə var idi, ev tapşırığı var idi. Goldan sonra da hamı gəlir Ronaldo'nu qucaqlayır, hamı gəlir. Ən çox seviləndə Ronaldo'nun birinci golundan sonra ən çox seviləndə qaça-qaça arxasında getdi Bruno Fernandes. Ronaldo üstünə tullandı, elədi. Biraz qəribə bir situasiyadır. Bəlkə də indi Avropada da çalışırlar ki, məsələn İngiltərə mediası bütün dünyanı ələ alıb da demək olar ki, bəlkə onların bir qeyd-edilməsi məlumatlardır ki, İngiltərə daha çox irəli getsin. Ola bilər ABŞ mediası da buna meyilli olsun. Amma Ronaldo çıxdı açıqlama verir ki, bizim aramızda heç bir şey yoxdur. Mən də bunun üçün bu turnuvun sonuncudur. Bundan sonra oynamayacağam. İspaniya Portuqaliya qarşılaşması belə deyək də qonaqlıqdan sonra yaxşı bir şirniyyatdır, yaxşı bir tortdur, Napolyon tortudur da. Yəni otur, həzzələ samavar çayı ilə bir yerdə iç getsin. Həqiqətən məncə bu oyun haqqında şərh eləməyə ehtiyac yoxdur. Oturur həzz almaq lazımdır. Hal-hazırda dünyanın ən yaxşı yarım müdafiə xəttinin malik komandası deyə bilərik deyək ki, bunlara. Hər ikisinə belə. Çünki Fransanın yarım müdafiə xətti hücum xətti dəhşətdir, amma yarım müdafiə xətti Fransanın hücum xətti o qədər güclüdür ki, yarım müdafiə xəttinin nəsə eləməsinə də ehtiyac yoxdur, amma işlər görürlər, yəni məsələn Realda ehtiyatda qalan Tchouaméni idi də, yəni baxanda. Kamavinga çağırılmır. Kamavinga heç çağırılmır. O qədər Kante çağırılıb. Bəli. Mbappé möhtəşəm işlər görür, Dembele möhtəşəm işlər görür. Əslində Olise normalda saysaq Mbappé, Dembele ilə Olise yarım müdafiə xəttidir. Onlar winger kimi hücuma çox aid olurlar deyə. Biz onları hücumçu kimi görürük də, yəni. Yenə də winger, yəni Rodri deyil, Pedri deyil də mövqe olar. Bəli, bəli. Vitinha da deyil, João Neves də deyil. Bunların mərkəz yarım müdafiə xətti deyək də, onların mərkəz orta xəttdə dünyanın ən yaxşı iki komandası üz-üzə gələcək. Elə onlar da həll etməyə çalışır. Çünki onların ötürmələrindən sonra nəsə ola biləcək. Qapıçıları müqayisə etsək, yəni ki, Unai Simon oynayacaq, hə? Yox, iki qapıçını Diego Costadır. Müqayisə eləsək, ikisi də məncə Unai Simon daha yaxşı qapıçıdır nəinki Costa. Mən də Diego Costa'nı da möhtəşəm qapıçı kimi problem var. Məsələn, Portuqaliyada bəzi yerlərdə, mövqelərdə o adlar yoxdur. Məsələn, Viega. Yəni o müdafiəçi deyil də, o gəlib bəzi İspaniyada hər nöqtədə var futbolçu. Bir futbolçu var da, yəni deyəsən ki, hə o futbolçudur. Yəni amma Portuqaliyada o çatışmazlıqlar var. Biri qapıçıdır, biri mərkəz müdafiəçilərdir. Portuqaliyada o var idi, Ronaldo, Quaresma, Pepe, Nani, o vaxtlar var idi. Onda da qapıçı yox idi, normal bir qapıçı yox idi, bir qapıçı yox idi. Amma İspaniyada baxırsan ki, hə də yəni
Var, Fransada var o Rodri, Pedri, nə bilim Olmo. 5 il bundan qabaq Olmo Dinamo Zagreb'də oynayanda heç kim bu səviyyəyə gələcəyini görür. İspaniya ümumiyyətlə o yetişdirirlər, yəni rahat şəkildə deyə bilirsən ki, bu futbolçular nəsə edə bilər. Portuqaliyanın bu gün baxırsınız mərkəz müdafiəsindən, Viega'dan çəkinirəm, qapısından çəkinirəm. Özbəkistan bunun səhvindən qol vurdu. Yəni mənasız bir qollar. İspaniya hələ də qol buraxmayıb. İspaniya hələ də qol buraxmayıb. Bu gün dünən Meksika qol buraxmamışdı, qol buraxdı, məğlub oldu. Bu gün də İspaniya qol buraxsa eyni ssenari təkrarlana bilər. Çünki İspaniya qol vurandan sonra nəyə biləcək, yəni qol buraxandan sonra nə eləyəcəyini görməmişik. Qol buraxmağı unudublar. Bəli, qol buraxmağı unudublar. Bəlkə o komandanı biraz həyəcanlandıra bilər. Ola bilər. Həm də ki, Ronaldo kimi bir futbolçu da çıxmayıb qarşılarına. Mən Vitinha kimi futbolçu da, Bruno Fernandes kimi futbolçu da çıxmayıb qarşılarına. Hər nə qədər o komandalar normal komandalar olsalar da bir Portuqaliya deyirlər. Bundan sonra Fransa gəlməyə ehtimalı var. Burada bu qrupun, yəni bu duelin qalibi növbəti mərhələni rahat keçəcək məncə. ABŞ, Belçika. Yarımfinal maraqlı olacaq. Bəs ilkin sən necə gözləyirsən? Portuqaliya bu hücum futbolu oynayacaq İspaniyaya? Məcburdur. Amma İspaniyaya qarşı açıq futbol oynamaq yox, oturub İspaniya əks hücumlarda yaxalamaq da olsa, Nani, Quaresma olsaydı, deyərdim ki, ya da Ronaldo'nun gənc vaxtları olsaydı, heç olmasa 2016-cı ildəki vaxtı olsaydı, nəsə eləmək, gözləmək olardı. Amma bu gün nə solda, nə sağda topu götürüb apara biləcək oyuncu yoxdur. Və Ronaldo hərəkətlər edə bilmir ki, məsəl üçün də İspaniya müdafiəçilərini rahat şəkildə keçir. İspaniyanın yaş ortalaması 24-25 yaşdır. Yəni imkan verməyəcəklər ona. Bəlkə belə bir şey var da, indi özün qibdə elədiyin, sevdiyin bir futbolçuyla qarşı-qarşıya gələndə biraz həyəcanlanarsan. Bu Ronaldodur. Mən Ronaldo ilə qarşı-qarşıya oynayıram. Düzdür, o sırf Azərbaycanın futbolçusuna aid ola bilər. İspaniyanın bu futbolçusuna aid ola bilməz. Amma ola bilər ki, biraz həyəcanlansınlar. Çünki Pedri El Clasico'larda uşaq olub, top daşıyan olub. Ronaldo'nun bəlkə əlinə top verib və yaxud da Ronaldo'nun top qəbul edib. Belə bir şey ola bilər. Amma yəni onlar həqiqətən də De La Fuente'də onun olmasına heç vaxt imkan verməz. Çox yaxşı baş məşqçidir. İspaniyada olur da, yəni məsəl üçün De La Fuente'ni kim tanıyırdı? Yəni çıxardırlar da, yəni olsun o Barcelona bir baş məşqçi var idi. Betis'də işləyəndən sonra getmişdi çobanlıq eləməyə. Öz mal qarasına baxırdı. Demişdi ki, oturmuşduq oyunlarıma baxırdım. Bir də zənglərdə ki, Kike idi deyəsən. Kike. Zənglərdə nə iş görürdüm? Heç nə çobanlıq edirdim. Mal qarama baxırdım. Zənglərdə ki, gəl Barcelona'nın baş məşqçisi ol. Sonra Real Sociedad'ın baş məşqçisi avtobus sürücüsü idi bu mövsümki. Real Sociedad'ın əvəzci komandasında işləməyə başlayandan sonra həyat yoldaşı deyib ki, biraz özümüzü sıxa bilərik, amma sən avtobus sürücüsündən çıx da, yəni çıx get baş məşqçi ol. Demək ki, bu işdə nəsə edə bilərsən. Yəni belə bir şeylər olur. Maraqlıdır. Azərbaycanda amma deyirlər ki, mütləq şəkildə. Barcelona'nın akademiyasının səhifəsini izləyirəm. Orada 13 yaşında elə futbolçular görürəm. Topu öz qapısından alır, hamını aldadır, gedir. Qol da vurmur, pas verir, ötürür, qayıdır arxaya. O İspaniyanın həmin sistemini uşaq vaxtından öyrəşdirirlər ona ki, qol vurma, ötürmə ver, pas ver. Bu uşaq da bir 5-10 ildən sonra gəlib İspaniya millisində oynayacaq. Rodri gedəcək, yerinə o gələcək. Yamal gedəcək, yerinə o biri gələcək. Bu sistem həmişə yaşayacaq belə görünür. Bir də qayıdıram o 17-lərin çempionatına. Mən məşqlərini də izləyirdim o vaxtı. İspaniyalı futbolçular yəni futbola sırf əyləncə kimi baxırdı. Amma bizdəkilərə bilsən onda baş məşqçi yadımdan çıxdı, Azərbaycanın baş məşqçi Təbriz Həsənov idi bəli. Məşqlərində iştirak edəndə köməkçi məşqçilər kişi kimi oynayır, nə bilim də nə qədər 17 yaşları olsa da düzdür Azərbaycan mentalitetinə görə normaldır bu, uyğundur, amma həmin futbolçulara əyləncə kimi xarakterizə edirdilər. Yəni bu bir mübarizədir, bu bir əyləncədir, bu bir oyundur. Bizdə biraz daha belə ciddi. Bizdə amma yəni çox ciddi şəkildə də, yəni ki, taktikadan çox mənəviyyat, nə bilim, oğlanlıq, kişilik belə şeyləri gətirib salırdılar ortalığa. Bu da futbolçunu məcbur edirdi ki, yəni artıq nədənsə qorxsundan uzaram. Və o qorxu da %100
onların oyununa təsir edirdi və birinci oyunda 5 dənə buraxdılar Portuqaliyadan. Həmin Portuqaliyada Bruma var idi deyəsən. Yoxsa Həmin Portuqaliyadakı Ronaldo olacaq futbolçu olmadı Ronaldo. O futbolçunun heç karyerası alınmadı. Brahim Diaz xatırlayıram. O Portuqaliyadakı oyunçunu hamı gözləyirdi ki, Portuqaliya düzdür çempion oldu. Hamı gözləyirdi ki, növbəti Ronaldo olacaq. Olmadı. Ulduz xəstəliyinə qoşuldu. Belə sonuncu oyuna haqsızlıq olur biraz. Az danışmaq istəyirəm. sonuncu oyunla bağlı haqsızlıq olub. Hə, Balogun məsələsi. Balogun məsələsi biraz qəribədir. Məncə Infantino bu məsələ ilə öz torbasını dişdi. Böyük ehtimal bu dünya çempionatı qutarandan sonra Infantino son çempionatı. UEFA şey deyəcək. UEFA'dakı klublar var, üzvlər var. Fransadır, federasiyalar, İngiltərədir. Olsun elə Belçikanın özüdür. Bunlar bir sizdə FIFA'nın əsas üzvləridir həm də 5-6 ölkə. Onlar prezidentin dəyişməsi üçün müraciət edəcəklər. Çünki çox mənasız məsələlər oldu, qaydalar oldu, yoxlama qaydaları. Yəni təhlükəsizliyi başa düşdüksən, Ronaldo'nu da yoxlaya bilərsən, sən Messi'ni də yoxlaya bilərsən, amma şəkil çəkdirən Misirin futbolçuları azad işlərlə şəkil çəkdirməsi, polis gəlib deyir ki, mən belə istəyirəm, sən burada şəkil çəkdirə bilmərsən, yerin çıxıncının o tərəfdə. Birinci insan hüquqlarında pozurlar bəzi şeylər, bəzi məsələlərdə, hansı ki insan hüquqlarının ən çox güya ki qorunan yer ölkəsi ABŞ-dır. Belə hadisələr olmağı məncə futbolu əsas beşikləri olan İngiltərədə, Fransada, belə Belçikanın özündə, Portuqaliyada bunlara etiraz edəcəklər. Infantino məncə sonuncu mundialdır. Maraqlı təklifləri olsa da sonuncu mundial ola bilər. O haqqda danışmaq lazımdır. ABŞ Belçika məncə favorit Belçikadır. Çünki onlar dərs götürdülər Seneqalla oyundan və Rudi Garcia çox fantastik baş məşqçidir. Demək, şərhçi yadımdan çıxdı kim idi? Ancaq yazır. Hesab 2-0 olana qədər Rudi Garcia yazdı. 2-0-dan sonra oyuncular dəyişdi. Kevin De Bruyne ilə hücumçunun adı həmişə yadımdadır, Declarate nədir, onu çıxartdı. Lukaku'nu saldı və Lukaku da güclü qol vurdu. Ondan sonra dəftəri atdı qırağa və başladı şey eləməyə. Qışqırmağa, kənardan qışqırmaq. Belə edin. 4 dəqiqə oldu deyəsən. 4 dəqiqə 2 gol vurdular və oyunu çevirdilər. O penalti epizodunda biraz şübhələr var məndə. Ümumiyyətlə bu turnivdəki bütün penalti epizodlarında biraz şübhələr. Bax, məsəl üçün dünənki Braziliya birinci, o Tanrının ədaləti idi də. Gimarayeşin penaltisi vura bilmədi. Ondan qabaq Norveçli oyunçuya qarşı qayda pozuntusu var idi. Biz həmkarlarımızın, iki həmkarımla bir yerdə baxırdım oyuna. Biz müzakirə edirdik ki, əvvəlki epizoda baxmadılar. Norveçin oyunçusuna qarşı qayda pozuntusu var idi. Yəni, hansı ki Azərbaycan Premyer Liqasında da elə bir hadisələr olub, penaltini ləğv ediblər. Türkiyədə də olub. Gol epizodu da olub. Bir dəfə yadımdadır. Qarabağ gol vurdu. Səma ilə oyundaydı deyəsən. Qarabağ Qəbələ ilə oyunda. Bu mövsümdür. Bundan öncəki mövsüm. Bundan öncə ola bilməz. Qarabağ gol vurmuşdu. Keçən Qəbələ şeydəydi, birinci qədər. Bu mövsüm olar. Yox. 2 mövsüm öncə, hə, onda olar. Qəbələnin birinci liqaya yuvarlanmadan öncəki mövsüm. Hə, olar. Qarabağ Qəbələyə gol vurdu. Hakim getdi vara baxdı, qayıtdı ki, qayda pozuntusu olub, cərimə zərbəsi təyin elədi, qol qeyd almadı. Penalti epizodlarında çox olub elə bir məsələlər, amma burada baxmadılar. Amma orada da açıq-aşkar qayda pozuntusu var idi. Norveçli futbolçuya qarşı səhv eləmirəmsə elə şey idi. Kazemiro idi, qaydanı pozmuşdu. O epizoda ondan sonra əks hücum penalti oldu. Baxmadı. Baxmadı, hakim qol. Hakim baxmadı. Qol da olmadı. Belə şeylər də olur. Bu penalti epizodları biraz qəribədir. Çipin olmağı çox yaxşıdır. Ümid qaydalar çox, bəzi qaydalar var ki, çox yaxşıdır. Məsələn, o su fasiləsi çox yaxşıdır. Onda taktika dəyişir. Futbol baş məşqçilər nəsə bu da bəziləri deyir ki, bu 25 dəqiqəlıq 4 hissədən ibarət 25 dəqiqəlıq Maradonanın sözü. Hə, formata çevirmək istəyirlər. Onlar belə baxanda onu tətbiq edirlər. Dünən 9 dəqiqə artırıb 90 plus 16-cı dəqiqədə oyun qurtarmayıb. Bax, belə şey olar bu.
Elə 100 dəqiqəlıq oyun sisteminə getdi də 25-25 dəqiqəlıq Hər hissəyə ən azı 4 dəqiqə, 5 dəqiqə artırırlar. ən az. 8 dəqiqə artırıldığı o çox olub bu mundialda. ABŞ-ın da ehtimalı var ki, bu mərhələni keçsin. Ev sahibidirlər. Ev sahibləridir və bu oyunda çox medianın da dəstəyi dəhşətdir. Normalda məsəl üçün də federasiyalar haqqında kanalları, saytları, qəzetləri dəhşətcə əleyhinə yazan indi elə ki bir Hamısı yerdə birləşiblər və fərqli federasiyaların üstünə cumurlar. Maraqlı bir sanki dünya çempionu olmaq istəyirlər, amma o Çox çətin görünür. çətindir. Amma niyəsə bu Sən Belçikanı keçərsən. Yaxşı, tutaq ki Portuqaliya keçdi, məsəl üçün deyirəm də, ev sahibindən istifadə Portuqaliyanı da keçdin, amma sən Fransa sənə göz açmağa imkan verməz də, yəni finala qoymazsan gedəsən. Hə, dünya üçüncüsü olaraq ABŞ normal olar. Yəni o necə ki Cənubi Koreyanı 2002-ci ildə çəkdilər qabağa. Elə indi düşündüyümüz ssenarini yazdılar. İtaliyanı kənarlaşdırdılar hakim şotuna, hakim hesabına, İspaniyanı da hakim hesabına mundialdan kənarlaşdırdılar, amma Almaniya dedi ki, bəs bura qədər bəsləyib, sən finallıq deyirsən. Gəldi yarı finalda da Türkiyə uduzdular və 4-cü oldular. Belə, İsmail çox sağ ol dəvəti qəbul edildiyinə görə. Maraqlı bir veriş alındı. Bizə ayrılan vaxt başa çatdı. Sağ olun, salamat qalın.